Çox çətin bir anda, maddi və mənəvi sıxıntılar içində, heç nəyə gücüm çatmadığı halda nə edim? Ya ümidsizliyə düşəsən, bu sənin vəziyyətini daha da betər eləyəcək. Ya da ki, insan bütün çətin vəziyyətlərdən çıxacaq onda bir potensial var. Ya da ondan istifadə edəcəksən, özünə motivasiya verəcəksən, o vəziyyətdən çıxasan. Birinci səbəblərini düşünməlisən. Necə oldu? Yəni mən bu vəziyyətə necə gəldim? O səbəbləri aradan qaldırıb bir ayağa qalxmalısan özün. Sən özünə kömək eləməsən, kimsə sənə kömək eləsi deyil. Həzrət Muhammed əleyhissalatu vesselam düşünək. Tək başına bir dinlə ortaya çıxır və az bir zaman sonra bütün dünyaya hökmdar olur. Necə oldu? O gücsüz, qüvvətsiz, çox çətin bir anda qövmü onu öz yurdundan çıxarır, hicrət eləməyə məcbur olur. Sonra gedir bu qohumlarına sığınır, onlar da yenə qovur, daşlayır, oradan da qovur. Demək ki, tək başına bu elə bir qüvvə, elə bir gücə dayanır ki, tam əminliklə. O vəziyyətdən dünyaya hakim olacaq dərəcəyə çıxarır. Ondan nə qədər çətin anımız var ki bizim. O vəziyyətdən də bizi Allah çıxara bilər. Sadəcə ona yönəlməyi bilməliyik və vəzifəmizi bilməliyik ki, mən nə etməliyim, bu vəziyyətdən çıxmaq üçün nə etməliyim? Allah o əmanəti verib, o canı verib, sənə çəkmədiyin bir yükü yükləməz. Sən sadəcə biraz ona yönəl. Sən biraz Allaha yönəlsən, əlbəttə ki, o vəziyyətdən səni çıxarar Allah. Sən sadəcə təvəkkül etməlisən, güvənməlisən Allaha. Yəni mən bütün hər şeyi yoxdan var edən, hər şeyə gücü yetən Allah, əlbəttə ki, mənim qəlbimin də səsini eşidir. Burada bir imtahan ola bilər, biraz əziyyət çəkə bilərəm. Bunun demək ki, ya bir günahıma cəza olaraq, ya bir haqsızlıq eləmişəm. Etməmişəmsə də əlbəttə ki, bunun da mükafatı çox böyükdür, səbr etmək lazımdır. Zaten biz səbri də öyrənməliyik bu həyatda. Necə ki, xəstələnirik, Allahın şifafi olduğunu öyrənirik. Biz bu həyatda zaten öyrənmək üçün gəlmişik. Səbri də öyrənirik ki, artıq nemətlərə onda şükür eləməyimiz də artır bizim. Sən yoxluq anında səbr eləyirsənsə, varlıq anında da şükrün artacaq yenə də.